ABŞ hücumu təsdiqlədi. Tramp birbaşa əmr verdi. Bəli, doğru eşitdiniz. Yeni bir xəbərlə sizlərin qarşısındayım. Xahiş edirəm, maksimum videomuzu bəyənək və paylaşım etməyi unutmayaq. Mərkəzi komandanlığı Ərəb dənizində ABŞ hərbi dəniz qüvvələrinə məxsus USS Abraham Lincoln aviadaşıyıcı gəmisinə doğru hərəkət edən İrana aid pilotsuz uçuş aparatının vurulduğu təsdiqlənib. Xəbər verilir ki, bu barədə Ağ Evin mətbuat katibi Korlin Levit açıqlamasında bildirib. Levitin sözlərinə görə İranın Şahid tipli dronu ABŞ aviadaşıyıcı gəmisinə qarşı aqressiv davranış nümayiş etdirib və nəticədə ABŞ hərbi hava qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi tərəfindən məhv edilib. O vurğulayıb ki, bu addım regionda yerləşdirilən Amerika hərbi qüvvələrinin və texnikasının təhlükəsizliyi təmin etmək məqsədi daşıyıb və tamamilə haqlı və zəruri olub. Ağ Evin sözçüsü əlavə edib ki, USS Abraham Lincoln aviadaşıyıcı gəmisi ABŞ prezidentinin göstərişi ilə bölgəyə göndərilib. Diqqətinizə görə təşəkkür edirəm.